Əvvəlki dərslərdə biz vurğuladıq ki, kompüter proqram təminatı 3 əsas hissəyə bölünür. Sistem proqram təminatı, tətbiqi proqram təminatı, bir də proqramlaşdırma alətləri. Biz bunlardan ikisindən artıq tanışıq. Bugünkü dərsdə proqramlaşdırma alətlərindən tanış olacaq. Proqramlaşdırma alətləri nə üçün? Proqramlaşdırma alətləri bizdə yeni proqramların yaradılması üçün nəzərdə tutulur. Yəni ki, bizdə müxtəlif sahələrdə istifadə olunan çoxlu müxtəlif sayda proqramlar var. Yəni, hər hansı bir sahədə istifadə olunan proqramlar. Proqramlaşdırma alətlərindən nə üçün istifadə olunur? Proqramların yaradılması üçün. Yəni ki, bizdə müxtəlif sahələrdə istifadə olunan çoxlu sayda proqramlar var. Ən azından bunu öz smartfonlarınızda görə bilərsiniz ki, hansı növ proqram istəyirsinizsə, bir yox, çoxlu sayda proqramlar çıxır. Məsəl üçün, tutaq ki, video montaj eləmək istəyirsiniz və yaxud da mətn yazmaq istəyirsiniz və s. Amma yenə də buna baxmayaraq, müxtəlif yeni proqramlara vaxtaşırı ehtiyac duyulur. Bu zaman nə edirik? Həmin proqramı biz yazırıq. Yazırıq, sözün əsl mənasında yazırıq. Nətəri? Proqramlar bizdə mətn kimi yazılır. Yəni, əmrlər toplusudur. Əmrlərdən yazılır. Bəs nədə yazılır? Proqramlaşdırma dillərində. Daha doğrusu, proqramlaşdırma alətlərinin köməyi ilə müxtəlif proqramlaşdırma dillərində yazılır proqramlarımız. Aydındır bura qədər? Okay. Bizdə həmin bu proqramların yazıldığı dilə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dilləri bizdə iki cür olur. Aşağı səviyyəli dillər, yuxarı səviyyəli dillər. Bunlar nədir? Fərqi nədir bunların? Aşağı səviyyəli dillər maşın başa düşdüyü dildir. Maşın deyəndə biz kompüter nəzərdə tuturuq. Kompüterlərin başa düşdüyü dilə aşağı səviyyəli dil deyilir. Yuxarı səviyyəli dil isə bizim üçün rahat olan, bizim rahat istifadə edə biləcəyimiz proqramlaşdırma dillərinə deyilir. Aşağıda sizə iki nümunə göstərmişik. Sağdakı nümunə bizdə, belə baxanda soldakı nümunə. Bizdə Python proqramlaşdırma dilində yazılır. Sadəcə 5 və 3-cü cəminin ekrana çıxardılması əmridir. Ekrana bizdə 8 çıxardılır. Bu qədər. Yəni 5 ilə 3-ü toplayıb 8 çıxardır. Qabaqda biz bunları ətraflı keçəcəyik. Python proqramlaşdırma dilini keçəndə o zaman bilərsiniz. Amma sadəcə onu deyim ki, bax, bizdə bir sətr koddur. Düzdürmü? Həmin bir sətr kod aşağı səviyyəli proqramlaşdırma dili olan assembly'də bu şəkildə göstərir. Maşın dillərində, yəni ki, kompüterin başa düşdüyü aşağı səviyyəli proqramlaşdırma dillərində kodlaşdırmaq mümkündür. Amma bu çox əziyyətli işdir. Dediyim kimi, kodda sətr fərqinə var. Bir sətr yazılırsa, biz isə sətr yazırıq. Və, belə deyək, səhvliklər çox olur. Buna görə də bizdə istifadə olunur formal proqramlaşdırma dillərindən. Yəni, daha doğrusu, yüksək səviyyəli proqramlaşdırma dillərindən istifadə olunur. Bunları dedik. Onu deyək ki, bizdə yüksək səviyyəli proqramlaşdırma dilində biz proqramı yaratdıq, düzdür? Bu, bizim başa düşə biləcəyimiz bir növ mətn failinə oxşuyur. Çünki proqramlar bizdə dediyim kimi kodlarla yazılır, operatorlarla kodlardan yazılır. Bir növ mətn failidir. Buna biz deyirik ilkin proqram. İlkin proqram. Yəni, ilk olaraq yaradılmış proqram. Amma belə bir problem var ki, kompüter ilkin proqramı başa düşmür. Onu işçi proqrama çevirmək lazımdır. Kompüterin başa düşdüyünə işçi proqram və yaxud da mütləq proqram deyilir. Aydındır bura? Yəni, bizim yaratdığımız, üstə işləyərək kodlaşdırdığımız proqrama deyirlər ilkin proqram. Kompüterin başa düşəcəyi koda, proqrama deyirlər işçi proqram və yaxud da mütləq proqram. İndi, məsələ buradadır ki, bizdə nə lazımdır bu ikisinin arasında? Tərcümə. Yəni ki, bizim yazdığımız proqramı tərcümə eləsin işçi proqrama, tərcümə eləyək işçi proqrama çevirsin. Tərcüməçiyə ingiliscə nə deyirlər? Translator. Bizdə də translatorlardan istifadə olunur. Buradan yadınızda saxlayın, tərcümə edən translator. Translator bizim yaratdığımız ilkin proqramı tərcümə edir işçi proqrama və nəticədə kompüter onu istifadə edə bilir, yəni icra edə bilir. Translatorun bizdə iki növ var. İnterpretator və kompilyator.
İnterpretator nədir? Biz dedik ki, bizdə kodlar adi yazılar kimi yazılır da, düzdür? Yəni ki, sətr-sətr. İnterpretator həmin yazılan kodu, yazılan proqramı sətr-sətr tərcümə edir. Hər sətr ayrılıqda tərcümə edir. Kompilyatorlar isə komple sözü nə idi? Ümumi, birlikdə, hamısı deyirlər. Buradan yadınıza saxlaya bilərsiniz. Kompilyatorlar isə proqramı hamısını bir dəfəyə tərcümə edərək işçi proqram şəklində fayla çevirir və yaddaşda saxlayır. Biz artıq faylı icra edəndə, proqramda icra edəndə həmin yaddaşda saxlanan işçi proqram işə düşür. Yəni bizim yazdığımız proqram deyil, yaddaşda saxlanan onun işçi proqramı. Aydındır? Kompilyator, deməli interpretator bizdə kodu sətr-sətr tərcümə edir. Amma kompilyator, bir daha deyirəm, kompilyator hamısını tərcümə eləyir də ayrıca bir fayl kimi yaddaşa yazır. Bunların hər birinin özünə görə üstün cəhətləri var. İnterpretatorun üstün cəhəti ondan ibarətdir ki, biz harada səhv ediriksə, səhvi avtomatik hansı sətirdə olduğunu göstərir və biz səhvimizi tapıb rahatlıqla aradan qaldıra bilirik. Amma sətr-sətr tərcümə edildiyinə görə bizdə bir qədər çox vaxt aparır. Kompilyatorlar isə əksinə bizdə çox cəld icra olunurlar. Bunlara misal olaraq, yəni ümumiyyətlə belə deyək, proqramlaşdırma dillərinə misal olaraq biz göstərə bilərik, yuxarı səviyyəli proqramlaşdırma dillərindən gedir söhbət əlbəttə ki, Basic, Python, C++, Pascal və Logo dilini göstərə bilərik ki, burada da Logo dilinin Azərbaycan dilinə interpretasiyası olan orta məktəblərdə keçirən alt loqonun logosunu vermişik. Logo sözü bəs çox oldu. Aha, deməli, bu dillər bizdə yüksək səviyyəli proqramlaşdırma dilləridir. Və hər bir dilin özünün translatoru var. Hər bir dilin özünün translatoru var. Buna görə də biz onları belə də bölə bilərik. Deməli, bizdə Python, Basic, Logo interpretatorlardır. C++'dan burada verilənlərdən gedir söhbət. C++'dan Pascal isə bizdə nədir? Kompilyatorlardır. Aydındır? Aydındır bura qədər? Kimin sualı var? Bir də aşağı səviyyəli proqramlaşdırma dillərində biz assembly'ləri göstərə bilərik, avtokodu göstərə bilərik, AutoCAD yox, AutoCAD biz qabaqda keçəcəyik layihələndirmə sistemidir. AutoCAD, aydındır?